Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 3 may 2026 tarixində Azərbaycan ərazisində hava şəraitinin ümumilikdə dəyişkən keçəcəyi gözlənilir. Gün ərzində bəzi bölgələrdə günəşli hava üstünlük təşkil etsə də, digər ərazilərdə bulutluluğun artacağı və qısa müddətli yağışların yağacağı ehtimal olunur. Paytaxt Bakı və Abşeron yarımadasında səhər saatlarında hava əsasən açıq və günəşli olacaq. Günorta saatlarına doğru isə bulutluluq tədricən artacaq. Axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış ehtimalı var. Temperatur gündüz saatlarında təxminən 18-22 dərəcə isti, gecə isə 12-15 dərəcə isti civarında olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənə bilər. Ölkənin qərb bölgələrində, xüsusilə Gəncə və ətraf rayonlarda hava daha dəyişkən olacaq. Gün ərzində arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə isə leysan xarakterli olacağı ehtimal edilir. Temperatur bu bölgələrdə 16-20 dərəcə isti arasında dəyişəcək. Şimal bölgələrində, o cümlədən Quba və Xaçmaz ərazilərində də buludlu hava üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə səhər saatlarında duman müşahidə oluna bilər. Temperatur 14-18 dərəcə isti olacaq. Cənub bölgəsində, xüsusilə Lənkəran və ətraf ərazilərdə hava nisbətən rütubətli keçəcək. Gün ərzində qısa müddətli yağış ehtimalı yüksəkdir. Temperatur 17-21 dərəcə isti arasında dəyişəcək. Ümumilikdə 3 may tarixində ölkə üzrə hava şəraiti yaz mövsümünə uyğun olaraq dəyişkən və qeyri-sabit olacaq. Gün ərzində həm günəşli, həm də yağışlı anlarla qarşılaşmaq mümkündür. Buna görə də açıq havada plan qurarkən ehtiyatlı olmaq, çətir götürmək və hava dəyişikliklərinə hazır olmaq tövsiyə olunur. Bu cür hava şəraiti xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar üçün əhəmiyyətlidir. Yağışlar torpaq üçün faydalı olsa da, bəzi hallarda güclü leysanlar yerli təsərrüfat işlərinə mane ola bilər. Nəticə olaraq 3 may 2026 günü Azərbaycanda hava dəyişkən olacaq. Temperatur isə mülayim yaz səviyyəsində qalacaq. Gün ərzində müxtəlif hava şəraitlərinə hazır olmaq ən doğru seçimdir.